Bəli, məlumatımız var. Yəni biz məşqçilər korpusunda birinci oyuna, yəni Jilina evində qarşılaşdığı oyunu izləmişik. Rəqib çox hərəkətli bir komandadır, cavan komandadır. Yəni hər bir meydançanın hər bir sahəsində mübarizə aparan bir komandadır. Yəni başqa digər, belə deyək, yəni digər komandalardan çox bir fərqli komandadır. İstər hücum qurmaq, yəni istər müdafiə, yəni çətin bir, ağır bir oyun gözləyir bizə. İsrailli mütəxəssislər də Kamal, bu komandanın sürpriz komanda kimi gəlir. Bəli. Çünki heç kim gözləmirdi ölkə çempionatında onların çempionluğun ilk çempionluqları olub. Amma elə də, yəni belə də fikirləşdiyimiz kimi, yəni o lap yuxarı yəni səviyyədə, yəni belə də komanda deyil, amma hər bir komandaya qarşı oynamaq olar, hər bir komandaya qarşı hazırlaşıb, rəqibin oyununu, taktikasını, yəni oyun sxemini öyrənib, yəni düzgün futbolçulara çatdırıb və futbolçular bunu meydanda düzgün əgər yerinə yetirərsə, hər bir komandaya qarşı oynamaq olar. O cümlədən də bizim hələ yenə də, Allah'a şükür ki, yenə də bir oyuna qədər bir 2 gün vaxtımız var. Hələ yenə də bunun üzərində işləyirik. Futbolçularla fərdi danışıqlarımız da olur. Yəni bir yerdə oyunun birinci oyunun diskində izləmişik. Futbolçular da görüb ki, rəqib hansı gücə, hansı səviyyə malik bir komandadır. Çətin oyun olacaq, ağır oyun olacaq. Amma biz yenə də buna baxmayaraq biz ora qələbə dalıcan gedirik. Yəni biz ora döyüşməyə gedirik, belə deyərəm. Çünki bu bizi üçün gözəl bir şansdır. Tarixi bir, yəni tarix yazmalı bir şansdır. Və bunu biz Allahın köməyi ilə istəyərdik ki, bunu həyata keçirək, reallaşdıraq və sevindirək həm xalqımızı, həm neftçi sevərləri, hamını sevindirək. Aslan, İsrail futbolu ilə tanışdığım var. Bəli, milli komandasına qarşı da oynamışıq. Klublarımız da bəzən elə olub ki, klublarımız da onların klublarına qarşı oynayıb. Mən belə deyərdim də, şəxsən öz fikrimə görə hər hansısa bir ulduz bir kluba qarşı oynamaq daha rahatdır, nəinki İsrail, Yunanistan klublarına qarşı. Çünki bu o nöqtədən ki... Daha inadkar olurlar. Daha inadkar olurlar, həm sürətli futbolçular var, həm əks hücumları çox gözəl yerinə yetirənlər, həm də özlərini bizdən yüksək saymırlar. Amma məsələn, digər klublar var ki, hansı ki, özünüz bilsiniz, saymadığın bir klub sənə gəlib çətin anlar yaşada bilərlər. Amma yəni, bu klublar isə, İsrail klubları isə belə deyirlər. Yəni, onlar sonuna qədər mübarizə aparacaqlar. Bu tərəfdən Neftçinin işi biraz çətin olacaq. Amma inanıram ki, İsrail klubu heç də bir Milan deyil, Liverpool deyil. Yəni, təbii. Buna qarşı doğru düzgün taktika seçib və tam məsuliyyətlə yanaşsalar oyuna, istədikləri nəticəni orada əldə edib. Bakıda isə təbii ki, bizim böyük azarkeş dəstəyimizlə Neftçini sevindirə bilərik. Təbii ki, bu cütdə konkret olaraq hansısa komandanın favorit kimi təqdim eləmək bir qədər çətindir. Amma Kamran, üstünlüyümüz nədədir? Yəni, qeyd elədiyim kimi Kiryat Şuman ilk dəfə İsrail çempionu olub və Avrokuboklarda da ikinci çıxışıdır. 2008-2009-cu il mövsümündə UEFA kubokunda çıxış edirlər, bir mərhələ adlayıb, ikincidə dayanıblar. Amma Neftçi daha təcrübəlidir Avrokuboklarda. Üstünlük kimi qeyd eləmək olar mı? Ümumiyyətlə, liqa oynayan bir komanda heç vaxt liqada zəif bir komanda oynamır. Liqada hamısı kifayət qədər təcrübəsi olan bir komandadır. Amma o demək deyil ki, Neftçi də zəifdir, fikir eləsin, neynəsin. Qoyular bizi düşünsün, Azərbaycanın klubu da hamımız istəməliyik ki, keçsin. Biz nə istəyə bilərik? Neftçi Mənim fikrimə görə də favorit, yəni açıq-aşkar desək, hələlik ki, favorit birinci oyunda təbii ki, meydan sahibləri olacaq. Amma cütün favorit haqqında, yəni konkret 50-nin 50-yə qiymətləndirmək olur. Çətinliyi çəkirəm, amma inanıram ki, Neftçi bu səddi keçə bilər. Çünki doğrudan da real şansımız var. Kamal, ilk oyun səfərdə keçirilməsi... İlk oyun səfərdə keçirilməsi, mən bunu bir neçə, biz özümüz də aramızda söhbət eləmişik. İlk oyunun səfərdə keçirilməsi futbolçularda daha da məsuliyyət artıracaq. Çünki birinci oyun səfərdə, bilirsiniz ki, bir yaxı qeyd elədik, Zestafoni ilə ev oyununda 3-0 oyunu qələbədən sonra bir balaca arxayınçılıq hiss olunur. Amma indi tam əksinə, birinci oyun biz səfərdə daha məsuliyyətli, daha ciddi, daha hazırlıqlı, hər kəsən öz mövqeyində. Yəni, ilk dəfə bu komanda ilə qarşılaşırsan və mən inanıram ki, yenə də bildiyiniz kimi də biz bu illəri komandamızda
belə deyək, bir çox dəyişiklik elədi. Təzə yeni oyuncular komandaya gəldi. Düzdür, bu qısa vaxt kəsik ərzində bu alındı. Ona baxmayaraq yenə də futbolçular bir-birinə hardasa tam da demək olmaz, yəni uyğunlaşdılar. Bu getdikcə, yəni getdikcə tamamilə bu uyğunlaşma, yəni bizə vaxt lazım idi ki, daha da bunlar bir-birini daha da yaxşı başa düşsünlər. Amma yenə də ona baxmayaraq, mən sizə deyirəm, birinci oyunun İsraildə olmağı bizi üçün yaxşıdır. Yəni, mən bunu müsbət sayıram. Bəli. Söhbətimizi davam elətdirəcəyik, amma reklamlardan sonra. İstifadəsiz nömrələri canlandırmaq zamanı gəldi. Nömrənizi bir daha həyata qaytarın və hər ay 300 dəqiqə bonus qazanın. Baksel, daha yaxın olaq. Nardan sərfəlisi yoxdur. Bütün Azərbaycanla dəqiqəsi cəmi 4 qəpiyə danışın. Bu kampaniya deyil, Nardan daimi tarifdir. Abunə haqqı yox, heç bir əlavə şərt yox. Nara gəlin, siz də bu unikal təklifdən yararlanın. Tuk təqdim edir. Yüngül aclığın var. Belki tuk tadasan. Biraz tuzlu, sobada kızartılmış kreker ağzında eriyir. Acılıktan dadlı kurtul. Tuk, her zaman, her yerde. Tuk, her zaman dadlı, her zaman yanında. İstifadəsiz nömrələri canlandırmaq zamanı gəldi. Nömrənizi bir daha həyata qaytarın və hər ay 300 dəqiqə bonus qazanın. Baksel, daha yaxın olaq. Kamran, sən bununla bağlı daha yaxşı fikirlərini bölüşə bilərsən. Çünki hal-hazırda da sən Avrokuboklarda çıxış edən bir futbolçu kimi bununla bağlı fikirlərini bölüşərdin. Yəni, səfər ev, doğma meydan və səfərdəki oyun. Bunlardan hansı da yaxşıdır? Elə bir fərq eləmir futbolçusun. 11 nəfər çıxır meydançıya. O oyun zamanında fikrin fanatlarda olmur ki, fikrin meydanda olur, qələbə üçün çıxırsan. Amma bu yaxşı amildir ki, birinci Neftçi rəqib meydanında oynayır. Düşüncənlə fikirləşsələr ki, biz ikinci oyunu həll edəyik, o şey pis olar Neftçi üçün. Yəqin ki, fikirləşərlər qələbə ilə gəlsinə. İnanırıq da ki, qələbə qazanacaq Neftçi. Neftçi kifayət qədər toparlanıb, kifayət qədər də pişmiş bir komandadır. Yəni, bu Zestafoni ilə oyunda da göstərdi ki, komanda hətta hesabda geri olsa da vəziyyəti öz xeyrini dəyişməyə bacarır. Aslan, sən nəsə demək istəyirdin bununla bağlı? Mənim üçün fərq eləmir. Yəni, artıq Çempionlar Ligi kimi bir səviyyədə oynayan bir klublar üçün ev meydanı, rəqib meydanı bir balaca elə də böyük önəm kəsb eləmir. Çünki dediyimiz kimi, yəni tərkibində olan, heyətində olan futbolçular artıq dəfələrlə Çempionlar Ligində, öz liqlərində oynamış, azarkeş böyük kütlə qarşısında oynayan bir futbolçulardır və psixoloji tərəfdən bunları gərginliyə salmaq doğrudan da çətin olur. Amma yenə də istənilən halda əlbəttə ki, oyunun nəticələri öz təsirini göstərə bilər ki, sən evdə 3-0, Zestafoni məsələn misal gətirirdi, evdə 3-0 utduqdan sonra rəqib meydanına gedəndə istər-istəməz bir balaca arxancılıq ola bilər. Amma burada isə, Neftçi tərəfdən isə birinci oyun orada oynamağı düşünürəm ki, artıq ilk dəqiqələrdən tam məsuliyyətli çıxış eləyəcəklər və oyunun məsuliyyətini dərk eləyəcəklər. İstənilən halda bu çox məsuliyyətli bir görüşdür. Əlbəttə. Təbii ki, buna tam hazırlıqlı yollanmaq lazımdır. Kamal, rəqib komandanın çıxışlarını biz məlumat toplayanda onun heyətində daha çox Argentinalı hücumçu David Solari nəzərə çarpırdı. Yəqin ki, məşqçilər heyəti bununla bağlı müəyyən qarşısını almaq üçün hazırlayırlar. Oyunçunun düzdür, o oyunda izlədiyi hücumçunun da tək yenə də mən deyərdim ki, futbolu 11 nəfər oynayır, amma tək düzdür, o ayrı-ayrılıqda fərdi keyfiyyətlərinə görə seçilən futbolçular var. Amma yenə də deyirəm, ona elə eləməliyik ki, həmin hücumçuya biz onun qarşısını almalıyıq ki, həmin hücumçuya o toplar ki var, verən futbolçular var ki, biz onları vaxtında bağlayaq. Yəni, o futbolçu topsuz qalsın. Yenə də, əlbəttə, yenə də tapşırıqlarımız olacaq. Çünki
istənilən halda hücumçudur, yəni güclü belə deyək, güclü hücumçudur. Ona qarşı bizim öz müdafiəçilərimizə tapşırıqlarımız olacaq. Həmin o hücumçunun hansı yaxşı cəhətləri qarşısını almaq üçün və onlar fərdi futbolçularımızla söhbət olunacaq. Yenə də deyirəm, əsas odur ki, meydançada birinci növbədə əzmkar mübarizə aparmaq, yəni qorxmamaq, çəkinməmək. Yenə də deyirəm, hər bir komandaya qarşı oynamaq olar. Liqasının bu oyunlarını oynasın. Amma çox təəssüf olsun, bu futbolçu həyatı, peşəkar futbolçu həyatı belədir, yəni zədəsiz ötüşmür. Arzu eləyək ki, heç kimə, yəni futbolçularımıza beləsinə zədədən uzaq olsunlar. Çünki elə bir zədələr olur ki, yəni uzun müddətli olur. Hətta karyeraya son qoyur. Bəli, hətta karyeraya son qoyur. Çünki bu futbolçunun da həyatı, yəni futbol həyatı çox qısadır. Ona görə də mütəmadi olaraq bizim həkimlərimiz, yəni futbolçularımız, klub rəsmiləri, klub nümayəndələri hamımız əlaqə saxlayırıq, maraqlanırıq. İndi inşallah bu yaxında Bakıya gəlməlidir. Təzədən yenə də Bakıdan Almaniya yenə də müayinəyə gedəcək. Biz də istəyərik, azarkeşlərimiz də istəyir, onu sevir, klub da istəyərik ki, inşallah tezliklə zədəsini sağalsın, gəlsin komandaya, komandanın içində olsun, köməkliyin göstərsin. Ümid eləyək, biz ona can sağlığı arzulayırıq, tezliklə sıraya dönməsini arzulayırıq. Çünki Azərbaycana gələn legionerlər arasında da oradan da özünə məxsus yeri var. Bahadır Nəsimovun həm ona, həm də komandanın baş məşqçisi, Böyük ağa müəllimə Allahdan şəfa deyirik. İnşallah tezliklə qayıdıb gəlsinlər və komanda ilə bir yerdə olsun. Amin inşallah. Təbii ki, Neftçinin çox sayılı azarkeş ordusu var. Bu heç kimə sir deyil və komandamızın birisi gün keçirəcəyi oyun təbii ki, azarkeşlərin diqqət mərkəzindədir və onların da həmin oyunla bağlı öz fikirləri var. Bugün əməkdaşlarımız Bakı küçələrində sorğu keçiriblər azarkeşlərlə. Gəlin izləyək, yenidən studiyaya qayıdacaq. Qarşılaşmadan əlbəttə ki, Neftçidən qəşəng oyun gözləyirik. Amma belə ümumiyyətcə səviyyə baxımından götürəndə Apoel əlbəttə ki, güclü görünür. Amma hər halda öz komandamızdan qələbə gözləyirik əlbəttə. Öz meydanımızda uda bilərik, amma rəqib meydanda çətin olacaq. Rəqib komanda çətindir, amma məncə Neftçi bacarır. Yəni az fərqlə də olsa udmağa ümid eləyəm. Çünki tək qalan Neftçidir. O bir komandalarımız məğlub olub. İnşallah udmağın gözlüyü, güvəni, inşallah az fərqlə də olsa uda o bir mərhələyə çıxar. Ümid diləyirəm ki, Neftçi qələbə qazanacaq və Çempionlar Liqasında bizi sevindirəcək. Keçilməyən yol yoxdur. Yəni Neftçi əgər istəsə onu da keçə bilər və bizi sevindirə bilər. Burada hiss eləyər, orada uduzar yəqin. İnanmıram ya. Amma ki, Avroliqa düşəcək də bu mərhələdə uduzsa. Apoel daha güclüdür. Biz inanırıq ki, 100% bizim komanda, Neftçi komandası uduzacaq, qələbə çalacaq. Yəni rəqib güclü də olsa, Neftçi ondan da güclüdür. Buna əminik bütün Azərbaycan xalqı ki, Neftçi bizim udacaq 100%. Məncə rəqib meydanında çox güman ki, hesab bərabər olar. Amma inşallah sonra bizim öz meydanımızda inşallah yəqin ki, uda bilər. Şansı var məncə. Hansı qüvvəlidir, hansı yaxşı oynayacaq, o da qələbə çalır. Amma bizim arzumuz odur ki, Neftçi aparsın. Güclü komandadır, ancaq Neftçinin komandası da güclüdür, Neftçi komandası da güclüdür. Yəqin ki, Neftçi qazanır. Qələbəyə inam olduğu zaman əlbəttə ki, hər bir işin öhdəsindən gəlmək olar. Mən də elə düşünürəm ki, bu oyunda da Azərbaycan futbolunun flaqmanı olan, keçmişdə də Neftçi komandası bu işin öhdəsindən gələcək və bizim də özümüzü güldürəcək. Neftçidən bunu gözləyirəm ki, Gürcistan mərhələsini keçsin. İnşallah İsrail mərhələsinə keçər və finala qatılarıq. İnşallah yaxşı olar, uğurlar arzulayıram. İnandırıcı gəlmir, amma yenə də futbolda gözlənilməz şeylər çox olur da. Yəni ki, futbol belə bir idman növüdür ki, sürprizlərlə tez-tez qarşılaşmaq olur. İnanıram ki, Neftçi ən azından doğma meydançada nəsə eləyə biləcək. Düzdür, İsrail komandası çox güclüdür. Bəzi reytinqlərdə onun adı belə müsbət hallanır. Amma bir Azərbaycanlı kimi, Neftçinin Baleşiki kimi mən inanıram da, ümid eləyirəm ki, Neftçi udmalıdır.